Buradan mən dindar dostlarımıza, qardaş və bacılarımıza da müraciət etmək istəyirəm. Bax, mən bu TikTok'un nə vaxt açıram, müxtəlif yerlərdən ən azı 10-15 dənə yayımlar çıxır qabağıma ki, insanlar mübahisə edirlər hansısa bir dini elementlə bağlı. Hə, filan şey eləmək olar, eləməz, filan şey haramdır, yoxsa halaldır, filan şey düzdür, yoxdur, səhvdir. Bütün bu şəri mövzular maraqlıdır, amma onun intihası yoxdur. Aylarla, illərlə bunlar müzakirə olunub bir yerə çıxmayıb. Və bunları müzakirə eləməyi də kiməsə qadağan etmək fikrim yoxdur. Amma mən istəyirəm ki, bir dön bizim bu günümüzə də bax da əziz qardaşım, bax saatlarla, nə bilim 6-cı əsrdə, 7-ci əsrin başında, 12-ci əsrdə hansısa bir dini detalla bağlı, tarixi hadisə ilə bağlı, şəhəri məsələ ilə bağlı saatlarla danışırsınız. Amma bəs nə vaxt dönüb danışacaqsınız ki, bugün Azərbaycan həbsxanalarında yalnız haqqı dediyinə görə müasir yezidlərin, fironların qəzəbinə tuş gəlib, illəri məhv olan oğlanlarımız var. Talib Ağırzadə, Abbas Hüseyin və Müsəlman Birliyinin çoxsaylı üzvləri heç bir günah, heç bir kriminal etmələrinə baxmayaraq onları Azərbaycan hakimiyyəti yalnız düz söz dediyinə görə, tənqid etdiyinə görə zindanda saxlayıb. Bunlar nə vaxt danışılacaq? Nə vaxt danışılacaq ki, məhərrəmlik mərasimlərinə, dini mərasimlərə reqlament gətirmək dövlətin işi ola bilməz. Hansı mərsiyəni orada deyə, hansını demə, hansı xütbədə hansı sözü demə. Qara bayraq saxla, saxlamama. Bu nə deməkdir? Bu hara gedirik biz?